Salam, gəl misala baxaq. Bizə bu ifadəni verib, bunun ifadənin qiymətini istəyir. Gəlin biz burada 4 kök altında A-nı tapmağa çalışsaq, bu zaman kök A minus 3 olur. Yəni bu ifadədən 4 kök altı A-nı tapmağa çalışdım. Yəni burada deyək kök altı A-nı tapanda kök altı A minus 3-dür. Sonra bu hissədə 4 kök altı A-nın yerinə gətirib bu ifadəni yaza bilərik. Yəni necə olur? Kök altı A minus 3 vuraq. Bu ifadənin arxasını qeyd edirəm. Kök altı A plus 3 A plus 9 minus A kvadrat. Bu şəkildə. Sonra baxıram ki, eyni ifadənin bir dəfə fərqidir, bir dəfə cəmidir. Bu zaman nə edə bilərəm? Baxın, A kvadrat minus B kvadratı müxtəsərdə A minus B A plus B-dir. Yəni bizdə də baxırıq ki, bu ifadəmizə veribdir. Bir dəfə plusu, bir dəfə minusudur. Deməli biz bunu A kvadrat minus B kvadrat kimi yazmalıyıq. Yəni kök altı A-nın kvadratı, gəlin belə yazaq. Kök altı A-nın kvadratı çıxaq 3-ün kvadratı. Yəni bu ikisinin yerinə bunu yazıram. A plus 9 minus A kvadratda olduğu kimi qalır. Sonra bunun kvadratı, köklə kvadrat gedir qalır A minus 3-ün kvadratı 9. Yəni bu şəkildə. Sonra A plus 9 minus A kvadratı. Yenə eyni ifadə. Bir dəfə minusu, bir dəfə plusu. Deməli bunu da biz A kvadrat minus B kvadratı yazırıq. Yəni A-nın kvadratı minus 9-un kvadratı, yəni 81 minus A kvadratda olduğu kimi qalır. Burada da A kvadratları gedir. Qalır cavabımız -81.